ölüm olsun ona, necə belə bir qərara gəldi? Yenə də ölüm olsun ona, necə belə bir qərara gəldi? Əzizlərim, bugün sizinlə Müddəssir surəsinin bir neçə ayəsini oxuyub təhlil etmək istəyərdim. Əvvəlcən bunu qeyd edim ki, Həzrət Peyğəmbərimizin dövründə Məkkə necə bir şəhər idi? Yəni orada ateistlər var idi. Kəbə evi bir ticarət mərkəzinə çevrilmişdi. Biznesmenlər həm öz alverlərini edirdilər, həm o ziyarət kompleksindən qazanırdılar. Bütlər qoyulmuşdu ora, cəmaat gəlirdilər və iddia edirdilər ki, bu bütlər vasitəsilə biz Allaha yaxınlaşırıq, qurbanlar kəsirdilər, özlərindən ayinlər icad etmişlər, fit çala-çala, əl çala-çala Kəbə evini dövr edirdilər. Yəni sözsüz ki, ora gələnlər ateistlər deyildi, Allahı inkar edənlər deyildi, Allahı qəbul edirdilər, bəli. Lakin Həzrət İbrahim əleyhissalamın ki, hənif dini var idi və onun ayinləri var idi. Bax, o müəyyən dəstə adam insanları həmin o şeylərdən saptırıb tamamilə başqa bir ayinə ibadət etdirirdi. Yəni bu biz eşidirik ya, ay qızlarını diri-diri bastıranlar filanlar, onlar adətən savadsız, sadə cəmaat idi. Məkkənin belə elit təbəqəsi var idi, tacirləri var idi, savadlı insanları var idi, ədəbiyyatdan, tarixdən, sair şeylərdən başları çıxanlar var idi. Onların arasında Vəlid bin Muğirə adlı bir kəs də var idi ki, ərəblərin ağıllı və təcrübəli, qocaman kəslərindən idi, hörmətli kəs idi. Həm də Peyğəmbəri də istehza edirdi. Bəhs edəcəyim ayələr də həmin bu Vəlid bin Muğirə barəsindədir. Mənim əzizlərim, mənbələrdə bununla bağlı fərqli rəvayətlər olsa da, amma demək olar ki, müfəssirlər yekdil fikirdədirlər ki, həmin bu Müddəssir surəsindəki ayələr məhz Vəlid barəsində nazil olub. Mən sadəcə o əhvalatlardan birini sizə oxuyacağım, digərlərinə bənzər, yəni mövzuda olan şeylərdir, sadəcə birini oxuyuram. Deməli, bir gün Həzrət Məhəmməd sallallahu aleyhi və səlləm Hicri İsmaildə əyləşmişdi, Quran oxuyurdu. Həmin bu Vəlid bin Muğirənin də ətrafına Qureyş toplaşmışdı. Ondan soruşdular ki, ey Əbu Əbdüşşəms, Məhəmmədin dediyi bu şeylər nədir axı? Şeirdir, kahinlidir, yoxsa xitabətdir? Vəlid dedi ki, icazə verin, yanına gedib kəlamını işitim. Sonra o, Həzrət Peyğəmbərin yanına gedib dedi, ey Məhəmməd, qoşduğun şeirlərdən mənə oxu. Həzrət Peyğəmbər dedi ki, oxuduğum şeir deyil, əksinə uca Allahın öz mələkləri, peyğəmbərləri və elçiləri üçün bəyəndiyi bir kəlamdır. Vəlid dedi, ondan bir miqdar mənə oxu. Həzrət Peyğəmbər Həmim Səcdə surəsini oxudu. Sonra əgər üz döndərsələr, de, mən sizi Ad və Səmud qövmlərinin ildırımına bənzər bir ildırımla xəbərdar edirəm ayəsinə çatdıqda Vəlidin bədəninə titrəmə düşdü. Bədəninin tükləri biz durdu və Qureyşə nə baş verdiyini xəbər vermədən birbaşa öz evinə getdi. Qureyş Əbu Cəhlin yanına gedib dedi ki, ey Əbu Həkəm, Əbu Əbdüşşəms öz dinindən çıxıb Məhəmmədin dininə girdi. Məyər görmürsən ki, Məhəmmədin yanına gedəndən bəri bir daha yanımıza qayıtmadı. Təsəvvürümüzə gətirin, bu cür hörmətli, ağsaqqal adam gedib, Həzrət Peyğəmbər ona bir neçə ayə oxuyub, ayələrdən çox təsirlənib və evinə gedib. Bu isə oradakı cəmaatın narahat edib ki, bu necə oldu, bu döndü. Çünki bu cür insanın bir söz deməsi yüzlərlə, minlərlə insanın tamamilə fikirlərini dəyişdirməsinə səbəb ola bilər. İndi Qureyş narahat Əbu Cəhlə də şikayət edirlər. Bir gün səhər Əbu Cəhl Vəlidin yanına gedib dedi ki, ay əmi, sən bizi baş aşağı və rüsvay etdin. Düşmənin dilini bizə qarşı uzun etdin və Məhəmmədin dininə girdin. Vəlid dedi ki, mən onun dininə girməmişəm. Sadəcə ondan elə bir kəlam eşitdim ki, onun ağır və çətinliyindən bədənin dərisi yığılır. Əbu Cəhl dedi, indi də görüm, onun kəlamı xitabət deyildimi? Dedi ki, xeyr, Vəlid dedi. Çünki xitabət bir-birinə bağlı və ardıcıl olan bir kəlamdır. Onun kəlamı isə bənddir. Özü də elə bənddir ki, bəndləri bir-birinə bənzəmir. Çünki tanıyırlar, bilirlər söz nədir, bilirlər xitabət nədir. Əbu Cəhl soruşur ki, yaxşı şeirdirmi? Vəlid dedi ki, yox, şeir də deyil. Çünki sən özün yaxşı bilirsən ki, mən ərəbin bütün şeir növlərini, bəsitini, mədidini və rəcəzini eşitmişəm. Məhəmmədin kəlamı isə heç bir vəclə şeir ola bilməz. Əbu Cəhl soruşur, yaxşı, bəs nədir? Vəlid dedi, gərək mənə möhlət verəsən ki, onun barəsində düşünüm, mənə biraz vaxt ver. Sabahı gün Qureyş Vəliddən soruşdu. Ey Əbu Əbdüşşəms, sualımız barəsində nəticən nə oldu? Baxın, ağır imtihan budur. Ağır imtihan budur. Allahın sınağı budur. Sən artıq içində bilirsən həqiqət nədir. Lakin bu tərəfdə kütlə var, biznesin var, öz şəxsi işlərin var, məsləhət bildiyin məsələlər var. Vəlid dedi ki, siz deyin ki, Məhəmmədin kəlamı sehirdir. Çünki insanın qəlbini ofsunlayıb əsir edir.
Buna görə də Allah Taala həmin ayələri nazil etdi ki, indi əzizlərim, gəlin bir-bir oxuyaq, analiz etməyə çalışaq. Zəruni və mən xalaqtu vahidə. Məni tək olaraq yaratdığım kəslə baş-başa burax. Bu bilirsiniz nə qədər ağır şeydir. Həzrət Peyğəmbərə deyir ki, sən qarışma, çəkil kənara, onunla məni baş-başa bıraq ki, bu artıq insanın kitabının həqiqətən də bağlanması deməkdir ki, burada artıq nə şəfaət, nə yalvarış, heç bir şey artıq öz təsirini göstərə bilməz. Daha sonraki ayədə deyilir: "Və cəaltu lehu malan mamduda." Yəni mən onun üçün uzadılmış, yəni geniş və ya ticarət və sərmayənin nəticələrinin və qazanclarının köməyi ilə artan, yəni uzanan bir sərvət və mal qərar verdim. Və bəninə şuhuda, yəni onun üçün elə hazır oğullar qərar verdim ki, onları öz qarşısında görür, nazla və ya qürurla yeriyirlər və öz məqsədlərinə çatmaqda onlardan kömək alır. Və məhəddu lehu təmhidə, yəni və onu hər cür imkanla təmin etdim. Thumma yatma'u an azida. Kəllə, yəni sonra elə bu şəxs tamah salır ki, ona verdiyim malı və övladları daha da artırım və onun həyatını əvvəlkindən daha çox qaydaya salım. Kəllə, əsla yox. İnnehu kana li ayatina anida. Yəni bu rədd etmənin səbəbini bəyan edərək başa salır ki, əsla yox dedik ki, çünki o bizim ayələrimizə qarşı inadkarlıq edir. Anid kəlməsi elə bir inadkarlıq edən mənasındadır ki, öz inadına və sahib olduğu şeyə həm də öyünür. Adam inadkarlıq edir, tərslik edir, həm də bununla öyünür. Qeyd ediblər ki, Vəlid ibn Muğirə bu ayələr nazil olduqdan sonra get-gedə malını və övladlarını əldən verdi, nəhayət özü də həlak oldu. Səuhriquhu sauda. Yəni mən onu sərt bir yoxuşa sürükləyəcəm, Allah deyir. İrhaq zorla əhatə etmək mənasındadır. Saud kəlməsi isə dağın çətin keçirən aşırımı mənasındadır. Yəni bu cümlədə onun tezliklə dadacağı pis cəza və acı əzab çətin keçirən dərədə giriftar olmağa bənzədilib. İnnehu fəkkərə və qaddar. O fikirləşib bir qərara gəldi. Psixoloji görün necə izah gedir. Düşünərək təqdir etmək, yəni qərara gəlmək, o deməkdir ki, bir neçə mənanı və bir neçə vəsfi zehnində düzəsən, yəni onları zehnində yerbəyer edəsən, birini qoyub o birini götürəsən, ta onların düzülməsindən öz istədiyin məqsədi nəticə çıxarasan. Vəlid ibn Muğirə də bu düşüncədə dedi ki, elə bir söz desin ki, o sözlə İslamın dəvətini batil etsin və özü kimi inadkar insanlar da həmin sözü bəyənsinlər. Öz-özünə fikirləşib, görəsən desin ki, bu Quran şeirdir, yoxsa desin kahinlik və sehirbazlıqdır, görəsən desin dəlilikdən irəli gələn sərsəmləmədir, yoxsa desin ki, qədim əfsanə və miflərdəndir. Bütün bu fikirlərdən sonra belə ölçüb biçdi ki, desin, Quran insan sözündən ibarət olan bir sehirdir. Çünki o, ər ilə arvad, ata ilə övlad arasında ayrılıq salır. Allahu Ekber. Fəqqutilə keyfə qaddar. Ölüm olsun ona, necə qərar qəbul etdi. Quranda da bu cür ifadələr var da. Qatiləhumullah ənnə yufəkun. Allah onları məhv etsin, öldürsün. Necə də haqdan döndərilirlər. Thummə qutilə keyfə qaddar. Bir daha deyir, yenə də ölüm olsun ona. Gör necə qərar qəbul etdi. Thummə nəvar. Bir addımların qeyd edir. Yəni göstərir ki, həmin Vəlid biraz təfəkkür və təqdir qərar aldıqdan sonra hər hansı bir məsələ barəsində özündən fikir bildirməyi tələb edənlərin qarşısında baxışlarını zilləyən kəs kimi nəzər saldı. Elə bilin qarşınızda adamlar dayanıb sizdən nəzər soruşurlar və siz götür-qoy edirsiniz, bir qərara gəlirsiniz və belə bir tamaşa, bir nəzər salırsınız ki, indi nəsə deyəcəksiniz. Thummə əbəsə və bəsar. Əbəsə, üz-gözü turşutmaq mənasındadır. Quranda da Əbəsə surəsi var. Bəsara isə sifətdən görünən itaətsizlik və ikrah mənasını bildirir. Yəni, deməli cümlənin mənası bu olur ki, Vəlid nəzər saldıqdan sonra qabağını tökdü və üzündən ikrah hissi izhar etdi. Thummə ədbəra və istəkbar. Ədbəra, yəni üz döndərmək mənasındadır. İstikbar isə, yəni təkəbbür və tüğyan üzündən boyun qaçırmaq mənasındadır. Fikir verirsiniz, Allah həm zahiri halları deyir, həm batini halları deyir. Fəqalə in həzə illə sihrun yu'thar. Yəni bu Quran qədimdən rəvayət edilən və hələ də bilənlərin bilməyənlərə öyrətdiyi bir sehirdən başqa bir şey deyil. İn həzə illə qavlul bəşər. Yəni bu Quran Məhəmməd iddia etdiyi kimi Allahın kəlamı deyil. Yox. Deməli, bunlar Allah qəbul edirdilər. Amma başqasını Allah yanına buraxmaq istəmirdilər. Əksinə, insan kəlamıdır.
Daha sonra Allah Taala onun aqibətini qeyd edir ki, "Səuslihi səqar və ma ədraka ma səqar" və sair o ayələri oxumuram ki, yəni tezliklə onu səqərə daxil edəcəm. Səqər Quranın ürfündə cəhənnəmin adlarından biri və ya onun dərəkələrindən biridir. Bilirsiniz ki, cənnətdə dərəcələrdir, yəni üzü yuxarı gedir, cəhənnəmdə isə dərəkət adlanır, yəni üzü aşağı gedir. Yəni bütün bunlardan belə nəticə əldə edirik ki, Vəlid ağır bir Allahın sınağına düşdü. Vəlid bilirdi ki, Hz. Məhəmməd sallallahu aleyhi və alihi və səlləm düz deyir. Oxuduğu da Allahdan gələn Quran ayəsidir. Lakin məqamını itirmək istəmədi. Cəmaatla olan münasibətini pozmaq istəmədi. Statusu, biznesi və digər əlaqələrini əldən vermək istəmədi. Qayıdıb dedi ki, onun sözü sadəcə sehirdir və bəşər kəlamından ayrı bir şey deyil. Allah isə ona belə dedi.